Salam əziz tələbələr, sizlərlə birlikdə bu gün tərəzilər bölməsinə diqqət yetirəcəyik. Bəs nədir bu tərəzilər? Ümumiyyətlə hər imtahanda, yəni hansı imtahana daxil olursa olun, demək olar ki, mütləq bir sualın gəldiyi, çox sadə, başa düşəndən sonra heç bir əziyyət çəkməyəcəyiniz mövzular siyahısında dayanır. Deməli tərəziləri də nə edəcəyik? Gəlin ilk başda tərəzinin nə olduğunu başa salaq. Əvvəlki yadınızda çəkiləri ölçmək üçün nə edirdilər? Mexaniki tərəzilərdən istifadə edirdilər. Mexaniki tərəzilərdə nə olurdu? Sağ tərəfdə gətirirdilər bir dənə çəki asırdılar. Deyək ki, burada nə edirdilər? 1 kiloqramlıq bir çəkini qoyublar, dəmiri qoyublar. Bu tərəfə də pomidorları yığırdılar. Deyək ki, bunlar da bizim üçün pomidor olsun. Əgər tərəzinin bu iki uc nöqtəsi bir-biri ilə paralel yəni düz dayanırdısa, bu halda bilirdilər ki, bu pomidorların çəkisi 1 kiloqrama bərabərdir. Niyə? Sağ tərəfdə 1 kiloqramlıq dəmir var deyə. Deyək ki, tərəzinin bu dəmir olan qismi yuxarıda dayananda nə başa düşürdülər? Əgər pomidor gəlib aşağıda dayanıbsa, çəkisi daha çoxdur. Yox, tərəzinin dəmir olan qismi aşağıda dayanıbsa nə başa düşürdülər ki, bu səfər də dəmirin çəkisinin çox olduğunu başa düşürdülər. Tərəziləri həll etmək üçün 4 dənə əsas həll üsulumuz var. Birinci həll üsulumuz alt-alta toplama. İkinci həll üsulumuz çarpaz toplama. Üçüncü həll üsulumuz yerinə rəqəm yazmaq. Dördüncü həll üsulumuz isə bizim üçün əvəz etmədir. 4 dənə həll üsuludur. Gördüyünüz kimi bir nömrəli tərəzinin həll üsulu ilə başlayaq və qeyd edeyim ki, bir tərəzini birdən çox üsuldan həll edə bilərsiniz. Elə tərəzi olar ki, alt-alta toplayanda da nəticə verər, yerinə rəqəm yazanda da, əvəz etməyə də müraciət edəndə, yəni bir sualı demək olar ki, bir neçə müxtəlif həll üsulu ilə baxıb həll etmək mümkündür. Deməli, bir nömrəli sualın həllinə baxaq. Nə görürəm? 1, 2, 3 dənə tərəzi var. 1 ilə 2 nömrəli tərəzilər bizim üçün şərti olaraq verilibdir. 3 nömrəli tərəzi isə sualdır. Baxın, birinci sualı həll etməzdən qabaq bu 6 çarpaz bunu bir kənara qoyun, sualı başa düşün görək nə istəyirsinizsə. Baxın, 3 dənə B-nin nəticəsini istəyir. O 3 dənə B-ni yan-yana gətirmək üçün nə edirəm? Bir dənə buradadır, 2 dənə də buradadır. Deməli, mən 1 ilə 2 nömrəli tərəziləri alt-alta toplasam, 3 dənə B-ni yanaşı gətirə bilirəm. Baxaq. Alt-alta toplayan zaman da buralarda dayaq nöqtəsi olaraq fikirləşəndə sol tərəfləri 1 toplayacaqsınız, sağ tərəfləri 1 toplayacaqsınız. Toplayaq. 1 dənə B burada, 2 dənə burada. 3 dənə B-ni yanaşı yazdım. Yanına bir dənə A gəlir, bir dənə də S gəlir. Yazdım A və S bərabərdir. Burada bir dənə S var, 3 dənə A var. Yazdım bir dənə S, 3 dənə də A. Solla sağ tərəfdə ikisində də S olduğu üçün bunları ixtisara aparanda, yekunda bir dənə də A-nı ixtisara aparaq, tapdım ki, 3 dənə B bərabərdir 2 dənə A-ya. Gəlirsiniz, D variantını seçirsiniz. Belə sual etibarı ilə artıq biz sarpas toplamaya müraciət edə bilərik. Birdə yadınızda qaydamız nə edirik? 3 dənə B-ni yanaşı gətirmək istəyirdik. Burada da görürəm ki, 4 dənə X verilibdir. 4 dənə X-i də mən yan-yana gətirmək üçün sarpas toplamaya müraciət eləyərəm. Baxın, 2 dənəsi buradadır, 2 dənəsi buradadır. Yanında da bir dənə Y var. Sarpas toplayan zaman götürürəm 4 dənə X-imi yazıram. Bir dənə görürəm ki, əlavə Y var, Y yazdım. Bərabərdir. 3 dənə Z buradadır, biri buradadır. Yazdım 4 dənə Z. Və bunun xaricində 2 dənə də Y. Yazdım 2 dənə də Y. Başlayıram ixtisar aparmağa. Baxın, bir dənə Y-dən buradakı bir dənə Y ixtisar getdi. Yekunda nə oldu? 4 dənə X bərabər oldu. 4 dənə Z, bir dənə Y-ə. Bu da bizim üçün doğru variant olaraq Y qəbul edəcəyik. Palto toplama olsun, çarpaz toplama olsun, bunlardan hamısına diqqət yetirdik. Bəs yerinə rəqəm yazmaqda nə edəcəyik? Bilirik ki, tərəzilərimiz hərflərlə, fiqurlarla ifadə oluna bilər. Və qeyd olaraq deyim ki, bu sualın izahından əvvəl, 5-dən əvvəl, müxtəlif hərflər və ya müxtəlif fiqurlar eyni kütləni ifadə edə bilər. Yəni, tərəzini həll edən zaman tapa bilərsiniz ki, x bərabərdir, y-ə örnək verir, amma bu sual üçün yox. O da bərabərdir z-ə. Yəni, bu bizim üçün səhv deyil. Yəni, müxtəlif fiqurlar və ya hərflər eyni çəkini ifadə edə bilər. Deməli, 5 nömrəli sualdan davam edeyim. 5 nömrəli sualda birinci və ikinci verilənlərimiz var. Yerinə rəqəm yazaraq mən bu sualı çox rahatlıqla həll edə bilərəm. Bəs yerinə rəqəm yazma zamanı hansı şərt ödənməlidir? Baxın,
Əgər yerinə rəqəm yazacaqsınızsa, həm tərəzinin sol tərəfində, həm də sağ tərəfində eyni tip operator olmalıdır. Misal üçün, burada ancaq kvadrat var, burada da ancaq dairə var. Yox, yanına gətirib bir dənə də üçbucaq yazsaydı, bu halda bizim üçün yerinə rəqəm yazmaq çox çətinləşəcəkdi. Deməli, burada başlayırıq. Yerinə rəqəm yazan zamanda kiçik və cüt rəqəmlərdən istifadə edin. Nəyə görə deyirəm? Deyək ki, bir dənə sual həll edəcəksiniz. Yazırsınız ki, 2 dənə üçbucaq bərabərdir. Verib ki, 3 dənə dairəyə bərabərdir. Siz götürüb burada birdən istifadə eləsəniz, 2 dənə biri 2 yazdınız. Burada axı 2-ni 3 hissəyə böləndə nə edəcəksiniz? Hesablamağı çətindir axı. Bunun yerinə mən nə edə bilərəm? Cüt rəqəmlərdən istifadə edə bilərəm. Və ya deyə bilərəm ki, məsələn, 3 yazım, neçə eləsin bizim üçün? 6 eləsin. 6-nı bölüm 2, 2, 2 olaraq. Yəni, burada əslində sayı çox olandan başlamaq sizin üçün köməklikdir. Nəyə görə deyirəm? Deyək ki, hələ biz üçbucaqları boş buraxaq, dairələrə nə edək? 2, 2, 2 sayısını verək. Bura oldu 6-dır, 6-nı da 2 hissəyə böləndə 3, 3 olaraq tapacağıq. Deməli, sual əldə etmək üçün nə edirik? Sayı çox olandan başlayırıq və cüt rəqəmlərdən istifadə edirik. Baxaq, burada sayı çox olan kvadratdır. Gətirin yerinə 2, 2, 2 dəyərini yazın. Tərəzinin sol qolu 4 dənə 2-dirsə 8-ə bərabər oldusa, deməli sağ qolda 8 olmalıdır ki, bu tarazlıq halında dayansın. 8-i 2 bərabər hissəyə bölsəz, dairələrə mən 4, 4 deyərəm. İndi qayıdıram birinci tərəzimə, dairələrə 4, 4 deyirəm, kvadrata da 2 deyirəm. Sağ qolu bizim üçün nə qədər oldu? 10. Deməli, sol qolda 10 olmalıdır. Onu üstünə kütlə olaraq ala biləcək tək fiqur var deyə, elə üçbucağı mən 10 olaraq qəbul edirəm. İndi baxaq şərtə. Üçbucaq bizim üçün 10-dur, kvadrat da bizim üçün 2-dir. İkisinin cəmi 12 olduğunu üçün, deməli sağ tərəfdə 12 olmalıdır. İndi cavab variantlarına nəzər yetirirəm görüm. 8-i 12-yə bərabər olacaq hansı variant var? O da iyi görürəm ki, C variantı doğrudur. Niyə? Biz dairəyə 4 demişik. 3 dənə 4-ün nəyə bərabərdir? 12-yə. Bunun üçün doğru variantımız C olacaq. Alt-alta toplamaya baxdıq, çarpaz toplamaya baxdıq, yerinə rəqəm yazmağa baxdıq. Bir də sonuncu üsulumuz nə qaldı? Əvəz etmə. Deməli, əvəz etmədən nə edə bilərik? Dedik ki, bir sualı müxtəlif üsullarla həll etmək mümkündür. Misal üçün, 7 nömrəli sualı həll etmək üçün alt-alta toplamaya müraciət edə bilərsiniz. Amma mən deyirəm ki, əvəz etməni eləmək istəyirəm. Baxın, bir dənə ulduzun çəkisi nəyə bərabərdir? 4 dənə kvadrata bərabərdir. Burada bir ulduzu silirəm, yerinə nə yazacağım? 4 dənə kvadrat yazacağım. Bundan sonra ixtisar eləyək. Bu 2 dənə kvadratla buradakı 2 dənə kvadrat ixtisar getdi. Bir dairə bərabər oldu 2 dənə kvadrata. Sualda 2 dənə dairəni soruşur. Bir dairə 2 dənə kvadratdırsa, 2 dənə də dairə nə olacaq? 4 dənə kvadrat olaraq cavab variantını seçəcəksiniz. Bu da bizim üçün D variantına uyğun gəlir. Bəzi suallar sizə 16-dakı kimi uzun verilə bilər. O dəqiqə təşvişə düşməyə ehtiyac yoxdur. Narahat olmayın. Deyək ki, 3 dənə şərt verib. 1, 2, 3 dənə. Dördüncü də bizim üçün sualdır. Deməli, məntiqdən indiyə qədər nə öyrənmişik? Verilən hər bir şərt sizə ehtiyac deyil. Misal üçün, burada bir dənə K-nı soruşur. Bir dənə K-nı tapmaq üçün nə edə bilərəm? Baxın, 1 ilə 2 nömrəli tərəziləri müqayisə edin. Solda 2 dənədir, sağda 3 dənədir. Demək mən bunları alt-alta toplasam, buradakı nə olacaq? 2 dənəsi ilə buradakı 2 dənəsi ixtisar edəcək. Yerdə bir dənə K qalacaq. Gəlin alt-alta toplayaq. Bu halda 3, bir dənə də burada. 4 dənə elimi yaz. 4 el. Yanında bir dənə M var. Yazdım M-i. 2 dənə də K var. Yazdım 2 dənə K. Bərabərdir. Sağ tərəfdə nə var? Bir dənə M, 3 dənə K. Bir dənə M, 3 dənə K-nı da yazdım. Nə olacaq? M ilə M ixtisar getdi. 2 dənə K ilə 2 dənə K ixtisar getdi. Yekunda tapdım ki, bir dənə də K bərabərdir 4 dənə elə. Elə bizə bir dənə K-nı soruşurdu. Bu da bərabərdir bizim üçün 4 dənə elə. Sırf 14-dəki kimi uzun-uzadı verilə bilər. Bu tip suallar görən kimi ilkin məqam başlayın ixtisara. Misal üçün, bir nömrəli tərəzidə baxın. Burada da M var, burada da M var. Mən niyə bunları ixtisar aparmayım ki? İxtisar apardım. Sonra, burada 2 dənə K var. Buradakı 2K ilə buradakı 2K-nı da ixtisar apardım. Sonra, görürəm ki, burada 2 dənə L var. Bu 2 L-i sildim. Gəldim, buradan da 2 dənə L-i sildim. Yekunda nə tapdım? 2 dənə K bərabərdir. Burada 2 dənə K qalıb axı.
Burada da 2L 1M bərabərdir 2 dənə L 1 dənə M-ə. Sonra keçirəm ikinci tərəzimə. İkinci tərəzidə də burada bir dənə K var, buradakı bir K ilə ixtisar apardım. Görürəm ki, burada 3 dənə M var, buradakı 3 M ilə ixtisar apardım. Sonra burada görürəm ki, bir dənə də L var əlavə. Buradakı bir L ilə ixtisar apardım. Yekunda nə tapdım? LK, LK bərabərdir bir dənə M-ə. Bundan sonra bizə nəyi soruşur? 3 dənə eli soruşur. 3 eli tapmaq üçün biri buradadır, ikisi buradadır. Sarpaz toplamaya müraciət edə bilərəm. Sarpaz olaraq toplasam, buradakı 2 el 1 M ilə buradakı LK birləşir. Yazıram ki, 3 dənə L, 1 dənə M, 1 dənə K bərabərdir. 2 dənə K, 1 dənə M. 2K, 1 M. M'lər ixtisar etdi, K'larında 1 ixtisar etdi. Yekunda nə tapdım? 3 dənə L bərabərdir 1 dənə K-ya. Burada cavab variantımızı A olaraq qeyd etdik. 4 nömrəli sual. Bir sualın tərkibində bəzən birdən çox məqamı diqqət eləməlisiniz. Niyə ki? 1, 2, 3 dənə tərəzi mənə şərt verilib. Dördüncü tərəzidə sualdır. Mənə MB-nin dəyərini soruşur. Mən baxıram ki, bu 3 tərəzi 6-6 toplasamdır. Lap 2-2 seçib çarpaz toplasam da, birbaşa əvəz etsəm də, mənə birbaşa nəticəni vermir. Deməli, dolayısı yollarla verəcək. Baxın, sualın həlli üçün ilkin məqamda 1 ilə 2 nömrəli tərəziləri çarpaz olaraq topladım. Nə olacaq? 3 dənə B burada, 1 dənəsi burada. Elədi 4 dənə B. Yanına 1 dənə A, 1 dənə K-nı gətirdim. AK. Nəyə bərabərdir bizim üçün? 1L, 2L, 1 dənə AK. Bunu nəyə görə elədim? Gördüm ki, 1 ilə 2-ni çarpaz toplayanda xeyli ixtisar gedir. AK-ları ixtisara aparandan sonra 4B 2 ilə bərabərdirsə, mən deyə bilərəm ki, 2 dənə də bərabərdir, 1 dənə elə. Heç nə. Bunu hesaplayandan sonra. Sualın şərtində gəlin biraz daha törətmə eləyək. 1 M-in dəyəri 2 dənə A-dırsa, buradakı 1 M-i silirəm, yerinə 2 dənə A yazıram. 2 dənə A, 1 dənə B. Sualın şərtini dəyişdirdim. Mən həm MB-ni axtara bilərəm, həm də 2A, 1B-ni axtara bilərəm. Gəlin baxaq bundan sonra. Baxın, 1 elin dəyərini biz 2 dənə B dedik axı. 1 elin dəyərini gətirəm, burada 2 dənə B ilə əvəzləyirəm. Tapıram ki, A, elin yerinə 2 dənə B yazıram axı. 2 dənə B bərabərdir K, B-yə. Bundan sonra B-nin biri ilə buradakı B ixtisar getsə, bir də tapıram ki, 1K bərabərdir AB-yə. 1K bərabərdir AB-yə. İndi sualın şərtində baxın, bizə A, A, B soruşulub da. Biz AB-ni də K tapmışıq axı. AB-nin yerinə bir dənə K yazsam, buradakı A-nı da olduğu kimi saxlasam, AK bizim üçün D variantı uyğun gəlir. Deməli, sizlərlə indi də lent tipi tərəzilərə. Burada gördüyünüz 49-un izahı ilə davam edəcəyik. Deməli, lent tipi tərəzilərdə nə edirsiniz? Görürsünüz, bir dənə dayaq nöqtəsi verilibdir. Bu dayaq nöqtəsi həm sizin üçün sıfırdır, həm də bərabərlikdir. Bu dayaq nöqtəsinə sıfırı yazandan sonra həm sola, həm də sağa doğru. Bu gördüyünüz şkalalar var ha. Bunların hamısını rəqəmləndirin. Sağa doğru rəqəmləndirəndə nə olacaq? 1, 2, 3, 4, 5 və 6. Eyni qaydanı sola doğru da eləyin. 1, 2, 3, 4, 5 və 6. Sualı həll etmək üçün tərəzinin sol tərəfinə bir baxın, sağ tərəfinə bir baxın. Baxın, şkalanın nömrəsi 6-dır. Asılan çəki 4-dür. Gətirib nömrəni vuracaqsınız çəkiyə. 6-nı vurdunuz 4-ə. Yazdım 6 vurulsun 4. Görürəm ki, bu dayaq nöqtəsinə doğru sağa gəldikcə, burada yenə bir 3-ü də x-ə vurmalıyam. Bəs bu arada nə edəcəm? Boşluğu plus olaraq qəbul edirsiniz. Yazırsınız plus. 3-ü vurursunuz x-ə, yazırsınız 3x. Dedik axı, bu dayaq nöqtəsi həm 0, həm bərabərlikdə axı. Yazdım bərabərdir. Çünki sol tərəfdə asılan başqa bir səki qalmadı. Sağ tərəfdə də 4-ü vurdum 3-ə, yazdım 12. Üzərinə gələk. 6-nı vurdum 5-ə, elədim 30. Bundan sonra deyərəm ki, 3x bərabərdir. Burada elədi 42, sol tərəf elədi 24. Eləsin burada 18. Bu halda x isə bərabərdir 6-ya. Doğru variantımızı S olaraq qəbul edəcəyik. Bəs 54-dən nə edirik? Yenə qaydamıza riayət edək. Bura 0-dır. 1, 2, 3, 4,
və 5. Eyni qaydada 1, 2, 3 və 4. Baxın, sol tərəfdə problem yoxdur onsuz. Yazacağıq ki, 5 vurulsun 4. 5 vurulsun 4. Üzərinə gələk. 2 vurulsun 6. 2 dəfə 6. Bu orta bərabər idi həmçinin. Yazdım bərabərdir. İndi mən 4-ü nəyəsə vurmalıyam da yazıram 4 vurulsun. Mötərizəmi açdım. Deyək ki, marketdən çıxmısınız, əlinizdə paketlər var. Deyək ki, 2 kilo alma var, 4 kilo da portakal var. Bir əlinizdən həm 2 kilo almanı, həm 4 kilo portakal alsanda nə olur? Cəmi 6 kilo yük asmış olursunuz. Deməli, nə etməliyəm? Eyni nöqtədən 2 dənə yük asılıbsa bunları toplayacağız. Yazdım ki, 4 vurulsun x plus 5'e. Bundan sonra x'i tapmağa nə var ki? 20 ilə 12'ni toplayaq 32 yazaq birbaşa bərabərdir. 4x üzərinə gəlinsin 20'ye. Bu halda 4x 12'dirsə x də bərabər olacaq. Bizim üçün 3'e. Doğru variantımız B'dir. Böyle suala diqqət yetirək. Burada artıq bizim üçün fərqli olan nədir? Solda da x var, sağda da y var. 2 dənə operator var. Bəs mən neyini yiyəcəm? Yine eyni qaydanı davam elətdirək. Bura 0 olsun, həm də bərabər. 1, 2, 3, 4, 5 və 6. Sağa doğru. 1, 2, 3, 4, 5 və 6. Neyi edəcəm? 6'nı vurdum x'e. Yazdım 6x. Üzərinə gəlinsin. 2'ni vurdum 7'yə. Buradakı 2'ni vurdum 7'yə. Eyləsin birbaşa 14. Bərabərdir. 2'ni vurdum 13'e. Elədi 26. Üzərinə gəlinsin. 6'nı vurdum y'e. Yazdım 6y. 6y atıram bərabərliyin soluna. Oldu 6x çıxılsın 6y bərabərdir. 14'ü də attım sağa elədi 12. 6'ya ixtisar aparım. X çıxılsın y bərabərdir 2. Bundan sonra cavab variantları ilə işləyəcəm. X-dən y-in ehtimalı çoxdur. Amma cavab variantına işləsəm birbaşa nəticəni tapacağım. Burada da birbaşa deyini doğru olaraq görürəm. Deyək ki, x-in yerinə 5 yazsaz, y-in yerinə 3 yazsaz, 5-dən 3 çıxanda 2 eləyir də. A variantı mümkün deyil ki, 3-dən 7 çıxanda -4 eləyir, 5 eləyir, -4 eləyir, 4 eləyir. Day x-dən y çıxanda 2-yə bərabər olan sadəcə D variantı deyə. Doğru variantı D olaraq qəbul edəcəyik. Salxım tərəzilərindən davam edirik. Bəs salxımlardan nə edəcəyik? Misal üçün 60 nömrəli sualın izahı ilə baxaq. Romb deyir ki, 3'dür. Rombun yerinə gətirdiyim 3 dəyərlərini yazdım. Hər rombun çəkisi 3'dür. Baxın, eyni nöqtədən 4 dəfə 3 asılıbsa, deməli bu nöqtənin ağırlığı 12 kiloqramdır. Bu tərəzi tarazlığı anda dayandığı üçün deməli sağ tərəfdə 12'dir. 12'ni 2 bərabər hissəyə bölsəm 6 və 6. Deməli dairələr də bizim üçün 3'dür. Çünki 6'nı 2 bərabər hissəyə böldüm. Bu dayaq nöqtəsinə baxsaq, bir dənə 12 burada, bir dənə 12 burada. 2 dənə 12 asılıbsa, deməli bura bizim üçün 24'dür. Deməli sağ tərəfdə 24. 24'ü 2 hissəyə bölsək, bunlar bizim üçün 12 və 12'dir. Yenə 12'ni 3 dənə bərabər hissəyə bölsəm, hər qara dairəni 4 olaraq tapacağım. Üstbuzaqlar da bizim üçün 6'dır. Bundan sonra bizə nəyi soruşur? Dairə A dairə ilə qara dairənin cəmini. A dairə 3'dür, qara dairə bizim üçün 4'dür. 3 ilə də 4'ün cəmini 7 olaraq qəbul edəcəyik. 9 nömrəli suala. Bayaq etdiyimiz salxım tərəzi kimi deyil artıq burada. Çünki S-nin dəyərini 6 verib verməyə. Amma S-nin yerinə harda 6 yazsam da görürəm ki, nəticə etibarıyla tərəzinin bir qolunun çəkisini tapa bilmərəm. Bu halda nə edirsiniz? Gəlirsiniz, ən aşağıda dayanan tərəzini seçirsiniz. Ən aşağıda dayanan ya bu qismdir da bizim üçün. Bilmədiyimiz hər hansısa bir qolunu. Gətirdim x dəyərini bildim. Yazdım. Niyə? Məhsul olan bir şey mən x-i yazaram, y də yazaram, z də yazaram. Fərqi yoxdur. İndi tərəzinin sol qolu x-dirsə, tarazlıq halına görə deməli sağda x-dir. 2 dənə x birləşəndə nə olur? 2x. Deməli sağda 2x-dir. Bunlar da x olaraq böldüm. Burada bizim üçün 4x, 4x. Bunlar da 2x olaraq bölünür. 8x, 8x. Bunlar da 4x, 4x bölək. Geri qalan da bizim üçün 2x-dir, 2x-dir. Bunlar da 2x-dir. Mən nəyə görə bunu elədim? Riyaziyyatda bir dənə qaydamız var axı. Eyni məhsulu ifadə edən tənlikləri bərabər eləyə bilərik. Misal üçün, bura x-dir, bu da x-dir. Deməli, bu ikisinin də çəkisi bir-birinə bərabərdir. Deməli, bunlar arasında bərabərlik yarada bilərəm. Mənə indi S-nin dəyərini 6 olaraq verib ha. Deyək ki, mən S-nin dəyərinə burada da 6 yazayım. S-ni harda görürəmsə, burada da 6 yazayım.
Gətirin burada da 6 yazım. Ha, burada da 6 yazım. İndi senin dəyərinə altını yazdıq. Bura bizim üçün 2x daha. Burada 2x. Deməli bu ikisini bərabərləşdirə bilərəm. Bərabərləşdirən zaman nə olacaq? Burada da 2 dənə h var. Burada da 2 dənə h var. Bunlar ixtisar edəcək. G-lərin dəyərini tapacağım. İndi yazıram ki, S, H, H bərabərdir. 2 dənə G, 2 dənə H-a. Bu iki tərəzini baxın, bərabərləşdirdim. H-lar ixtisar getdi, yoxdur. Senin yerinə 6 yazsaq, şərtdəki kimi. Deməli, G-lər bizim üçün 3 dəyərini verir. Axı biz artıq bir daha bir operator daha tapdıq axı C dəyərini. C-nin yerinə gətirin, misal üçün, burada 3 dəyərini verim. Bizə D-ni soruşur. Baxın, buranın da çəkisi bizim üçün x-dir. Bundan sonra diqqət yetirsəm, baxın, biz G-ləri tapmışıq. Buranın da dəyəri bizim üçün x-dir. Mən indi bu iki tərəzini bərabərləşdirəcəm. Yazıram ki, DF bərabərdir bizim üçün 3 dənə G, 1 dənə F-ə. Bundan sonra nə oldu? F-lər ixtisar getdi. C-lərin dəyərini onsuz 3 olaraq tapmışıq. C-lərin yerinə 3-ü yazdım. D-nin dəyəri avtomatikman 9 oldu. Bizə D-ni soruşurdu. D-də 9-dur. Bu halda da doğru variantımız C-dir. Bizlərlə birlikdə nataraz dayanan tərəzilər. 76. Artıq bunları həll etmək üçün nəzəriyyə xaricində müəyyən miqdarda praktika ehtiyacınız var ki, bu sualları rahatlıqla həll edə biləsiniz. Nəyə görə deyirəm? Sualın şərtində deyir 8 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 8-ə qədər olan ədədlərdir. Yazdım bura. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Sonra deyir ki, tərəzilərin vəziyyəti nəzərə alaraq fiqurları ifadə etdiyi ədədləri müəyyən eləyin və qeyd verib bizə. Fiqurlardan biri tərəzidə yoxdur. Görürsüz, misal üçün sualda ulduzu soruşur, amma ulduz heç burada tərəzinin daxilində yoxdur. Deməli, biz burada 7 dənəsini tapacağıq, artıq qalanı da ulduza təyin edəcəyik. Bu tip tərəzilərdə sizə tövsiyə verirəm ki, sayı çox olandan başlayın və kiçik rəqəmlər verin sayı çox olanlara. Misal üçün, yazıram 1, 2, 3 və 4 nömrəli tərəzilər. Hətta bunları yazmayayım, sonra rəqəmləri qarışdırarsınız. Deyək ki, buradakı tərəzi ilə başlayaq. Görürəm ki, 4 dənə üçbucaq verib bərabərdir bir dənə dairəyə. Mən burada üçbucaqlara nə edə bilərəm? Bir dəyərini verə bilərəm. Amma bu bizim üçün səhv olacaq. Deyək ki, üçbucaqlara bir dəyərini verdik. Hələ ki, səhv versiyasına baxırıq. Dairə bizim üçün 4-ə bərabər olacaq. Bir də görürəm ki, buradakı 3 dənə dairə bərabərdir bir dənə kvadrata. Bunu yadda saxlayın. Deyək ki, mən burada dairəyə 4 dəyərini verim təkrardan. Biz buradan 4 tapdıq. 4 dəyərini verim. Axı, mən buradakı 3 dənə dairəni də bir kvadrata bərabər eləməliyim axı. Bura onsuz mən maksimum verə biləcəyim dəyər 2-dir. 2, 2, 2. Çünki bərabər olar 6-ya. Biz dairəyə 3, 3 versək, kvadrat 9 olaraq biz də 1-dən 8 istifadə eləməliyik. Deyək ki, burada 2 verdik. İndi mən gətirib bura dairəyə 2 yazandan sonra aləm qarışır bir-birinə. Bura 4-dür. Bura 2-ni tapmışıq. Deməli, üçbucaqla rombun cəmi 1 olmalıdır ki, bura cəmi 3 olsun ki, 4-dən yüngül olsun çəkisi. Bu da mümkünsüz haldır. Deməli, biz burada nə edə bilərik? Üçbucağa bir dəyərini verməyəcəyik. Üçbucağa artıq 2 dəyərini verəcəyik. Üçbucaqlar bizim üçün 2 olsun. 4 dənə 2-yə gətirdim. Burada dairəyə 8 dəyərini verdim. Biz 2-dən də istifadə elədik. 8-dən də istifadə elədik. Sonra dairəyə baxaq. 3 dənə dairə bərabərdir bir dənə kvadrata. Biz bu səfər dairələrə bir dəyərini verək də. Bu halda kvadratımız neçə olacaq? 3 olaraq davam edəcəyik. Bundan sonra deyək ki, buradakı biz ağ dairəni 8 olaraq tapmışıq. Gətirdim, yazdım. Üçbucağı nə olaraq tapmışıq? 2 olaraq tapmışıq. Gətirdim, bunu da yazdım. 8-dən 2 çıxan da biz hətta burada 1-i də qaralayaq, 3-ü də qaralayaq. Onsuz burada qara dairəni tapmışıq. Bu 1-dir bizim üçün. Amma 2 oldu, 1 oldu. 3-ü tapmışıq. Geriyə qaldı bizim üçün 4. Burada da verə biləcəyimiz rəqəmlərdən 4 qalıb, 5 qalıb, 6 qalıb, 7 qalıb. Onsuz 5 verə bilmərəm. 5 versəm 8 olacaq. 8-dən 8 bərabər deyil, axı tarazlıq pozulub burada. Deməli, təkcə verə biləcəyim rəqəm 4-dür. Rombo da gətirdim, 4 dəyərini verdim. 4-ü də tapdıq. Geriyə qalan rəqəmlərimiz 5-dir, 6-dır, 7-dir. Baxın, sualın şərtinə köklənək. Bizə onsuz ağ rombu 4 olaraq tapmışıq. Gətirdik, 4 yazdım sonra. Üçbucağı nə tapmışıq? 2 olaraq tapmışıq. Gətirdim, bunu da yazdım.
Sonra nə qaldı bizim üçün? Görürsüz 5, 6, 7. Yazıram 5, 6 və 7. İndi biz bunlara hansı dəyərləri versək bərabərliyi təyin edə bilərik? Deyək ki, mən qara romba 5 dəyərini verdim. Bura 9 oldu. Sol tərəfdə 9 olmaq üçün ağ kvadratı da 7 verdim. 9 bərabərdir 9-a. Hər şey qaydasındadır. Biz burada fikir versək 5-dən də istifadə elədik. 7-dən də istifadə elədik. İstifadə etmədiyimiz səki nə qaldı? 6. Deməli, ulduza nə edə bilərik? 6-nı verə bilərik. Kvadrat neçədir bizim üçün? 7-dir. Qara kvadrat 3-dür. Ağ dairə neçədir bizim üçün? 8-dir. Və bizə deyir ki, aşağıdakı simvolları qiymətlərinin artma sırası ilə düzün. Baxın, ən az səkiyə sahib olan fiqurumuz hansıdır? Bu 4 dənənin içində. Qara kvadrat, 3-dür çəkisi. İndi axı biz birbaşa 3 yaza bilmərik. Bunun sıra nömrəsini yazacağıq. Gətirdim 2-ni yazdım. Artma ardıcıllığını istəyir. Sonra növbəti bizim üçün 3-dən böyük çəkimiz neçə var? 6 var. 6-nın sıra nömrəsi neçədir? 3-dür. Yazdım bura 3. Sonra növbəti bizim üçün böyük çəkimiz hansıdır? 7. 7-nin sıra nömrəsi neçədir? Yəni A kvadratın 4. Yazdım bura 4. 2, 3, 4'ü yazdım. O geride kalan 1'dir. Burada bizim üçün 1. 2, 3, 4, 1. Bu da Y variantına təqabül edir. Əziz tələbələr, sizlərlə birlikdə tərəzilər bölməsinə diqqət yetirdik. Ümidvaram hamı üçün aydın video oldu. Hər birinizə uğur diləyirəm. Gününüz uğurlu olsun.